Görəsən bu uşaqlar niyə hər zaman belə soyuducunu açırlar və qarşısında dururlar? Özləri də bilmirlər nə istəyirlər və hər zaman da barmaqlarının izi bu soyuducunun üzərində olur. Bu səfər videom təmizliklə bağlı olsun. Çox praktik bir üsulu bölüşəcəm sizinlə. Uşaqların tez-tez soyuducunu açıb qarşısında durmaqlarını və ən çox da Mete'nin barmaqlarının izi qalır soyuducunun üzərində və günəş düşəndə hər zaman o soyuducunun üzərində mikrobalnova dalğada, bilmirəm sobada, məndə metal olduğundan ləkələr çox pis görsənir. Nəysə, onun tez bir zamanda sürətli təmizliyini sizə göstərəcəm və təmizlik etdikdən sonra üzərinə nə toz qonur, nə də ki ləkə götürür. Möhtəşəm üsuldur. Mən həm yerləri də silirəm, həm də bütün rəflərimi bu üsulla təmizləyirəm. Düşünürəm ki, çoxlarınızın evində uşaq şampunu var. Yoxsa mütləq alın. Biraz uşaq şampunundan əlavə edirik. Bu qədər yetərlidir. Üzərinə isə ilıqdan biraz isti, barmağı yandırmayacaq qədər su əlavə edirik. Suyumuzu da əlavə edirik. Vəssalam, hər yerdə silirik. Məndə belə Greenway-in parçası var. Parçanı salıram suyun içinə. Qəşəng sıxıram. Başlayıram hər yeri tərtəmiz silməyə. İndi isə quruduram. Şım-şım işıldayır. Görürsünüz nə gözəl olur. Tərtəmiz. İndi barmağımızın izi qalırmı? Aşağını da siləcəm. Xeyr, qalmır. Daha sonra mən adi parça ilə, nəm parça ilə siləndə bax belə izlər qalır. Heç nə ilə də getmir. İndi bu üsulu yoxlayaq. İçinə üzüm sirkəsi, alma sirkəsi fərq etməz. Ondan da əlavə etsəz, o da əla olar. Həm dezinfeksiya etmiş olacaqsınız, həm evin aurasını təmizləyəcəksiniz, həm də yenə də daha da təmiz olacaq. Amma uşaq şampununda bir nüans var ki, haranı silsəz, həm ləkə götürmür, barmaq izi götürmür, tozu geciyir və ləkələri tərtəmiz təmizləyir. Yəni işmışım hər yer işıldayır. Mebellərinizi, soyuducunuzu, nə bilim sobanızı, istədiyiniz bütün məişət əşyalarınızı bu üsulla təmizləyə bilərsiniz.